Reyhan! Ay Reyhan! 15. Reyhan! Bu ne la? Hala kimdə la mənlə məzələnə? Məzələnmirik. Heç vaxt olmadığımız qədər ciddi. Arı? Mən bilməliydim siz Reyhan qaçırtmısınız. Hanı Reyhan, hə? Hanı? Ay kirvə mənim siryozumu qasırdıb siryozdan kənar hərəkət edeyim, hə? Hardadı da Reyhan? Batıram mını sənə? Əşi qoy onu qırağa. Vilkalayacaqsan başqa arı gələcək. Bizdə mənim kimi arılar çoxdur. Ha, çoxdur, problem yoxdur. Gəlib o pətəyi bizi dağıdaram, bildin? Ay istəmirəm də mən üstünə işləməyə. Əl çəkin də məndən də. Reyhana söz vermişəm. Bizə də söz vermisən. Biz sənə ev vermişik. Əvəzində də işləməlisən. Nədir? Sən bilmirdin bizim işimizə qeyri-ciddi yanaşmağın axırı budur? O qədər böyümüsən ki, zənglərimizə cavab vermirsən? Nə sən gəlirsən? Onsa məni tapmaq istəsəz, qartal saqqalı götürən kimi rəs gəlib məni götürüb aparır usta. Ayaqlarım qarı göydə, sapalaya-sapalaya. Bu dəfə səni yox, Reyhanı götürmüşük. Əgər Reyhanı sağ-salamat görmək istəyirsənsə, sabah saat 3-də təşkil etdiyimiz döyüşdə bunu məğlub eləməlisən. Bunu? Bu kimdir la? Şirinin bəxti bu dəfə heç gətirmədi. Çünki onun rəqibi 5 qat dünya çempionu Qara Bizon ləqəbli döyüşçüdür. Qara Bizonu bu günə qədər məğlub edən olmamışdı. Hala odur da, səni öl tanıdım odur. Hala bu həmin o axıran atdı da. Hala mən bunu ilə necə bacaracam hala? Bunu necə döyəcəm mən? Hala heç nə. Mən bunu ilə bacara bilməsəm, Reyhan necə xilas edəcəm? Deməli Reyhan sənə görə qaçırdılar. Əgər Reyhanın başından bir tük əskik olsa, sənin bu günə qədər metro çıxışında yediyin ucuz yağda pişmiş 30 qəpiklik piraşkilərin hamısını bir-bir burnundan gətirməsən mənə fərman deməsinlər Şirin. Sən bunu döyənsən, hə? Sənin nə can cəsədin var hala? Bu bir də möhkəmdən üfürsə, yoxsa nəysən? Saxla la. Hala Şirin elə sən dediyin piraşki kimidir. İçi bilinmir. Bildin? Bu işin sənin dəxlisi yoxdur. Reyhan mənim siryozumdur. Bu işi mən həll edəcəm, bildin? Əlimə ayağıma dolaşma.